Salam hər kəsə. Biz bugün Qəbələnin Tüntül kəndindəyik. Nohur gölə yaxın bir ərazidir bura. Bakı yolundan da təqribən bir 3-4 kilometr asfalt yoldur bu kəndə kimi. Və şəhər mərkəzinə də 10 dəqiqəlik məsafədir. Buradan 58 sot çıxarışlı, tikinti təyinatlı torpaq sahəsi satılır. Torpaq sahəsinə yerində baxış keçirəndə gördük ki, buradan biz əgər yol versək, belə bu formada hissələrə bölüb bir neçə torpaq sahəsini 5 sotlara, 4 sotlara bölüb satmağı mümkündür. Və yaxud da ki, kimsə alıb özünə tək bir mülk inşa eləyər. Yaşayış məntəqələrinin torpaqlarıdır. Ev tikintisi üçün nəzərdə tutulan torpaq sahəsidir. İçərisində təqribən bir 70-ə yaxın fındıq ağacı var və hamısı bar verən ağaclardır. Və buradan bilmirəm nə dərəcədə göstərə bilirəm. Ətraf hamısı dağ mənzərəsidir. Əgər bu torpaq sahəsi sizə maraqlı olarsa, bir sotunun qiymətini 3500 manatdan təklif edirik. Buyurub zəng eləyə bilərsiniz profildəki nömrələrimizə. İzlədiyiniz üçün təşəkkür edirəm.